Temu bağlamalarım gəlib çıxdı artıq. Bağlamanı açmışam, açmaqla. Bir iki nəşəyə baxdım, narazı oldum. Dedim qalanını sizinlə bir yerdə açım. Deməli, birinci ən çox gözlədiklərimdən biri budur. Mənim məşhur dəmirlərim. Və ən narazı olduğum. Keyfiyyət sıfırdır qızlar, sıfır. Yəni bu, bilirsiniz də, məni izləyənlər bilir ki, mən qazın üstündə bu dəmirlərdən istifadə edirəm. Mən də düşündüm ki, yəni sədəyə getməkdənsə buradan durub. Temuda gördüm, oradan sifariş verim. Sadəcə nə bilim, qaytarmağa ərinirəm. Bu əslində bir sinədir. Bu, orada göstərilir ki, qazanın içinə qoyulur. Buxarda yumurta pişirmək üçündür. Bunun gözləri görürsünüz, bura yumurta yerləşir. Buna baxın qızlar, fərqinə. Qalınlığına baxın. Dəqiqə. Bu sədərəyədən aldığımda artıq bu istifadə olunub. Neçə ildir mən bu istifadə edirəm. Bu da buradan aldığım. Yəni bilmirəm, bu nə qədər tab gətirəcəksə. Yəni keyfiyyət sıfır. Uzaqbaş bunun üstündə nə bilim çaynik qoymaq olar belə. Yəni biraz istifadə olunandan sonra bu sınacaq. Düz əslində bu onun üçün nəzərdə tutulmayıb. O da ayrı məsələ. Nəysə inşallah ki sədərəyə sırf bu dəmirlərdən ötürü gedəcəm. Bir də bu hayal kırıklığı türklər demişkən. Bunun rəylərinə baxmadım. Elə birbaşa sifariş verdim. Bunlar paltar yumaq üçün toplardı. Barabana atırsınız paltar yuyanda. Həm deyirlər elektriklənməyə götürür, həm də ki paltarı yaxşı yusun deyə. Mən maşında belə 2 dənə tenis topu işlədirəm. Yəni belə top atanda daha yaxşı yuyulur paltarlar. Bunu da almışdım ki, bundan 2 ədədini ataram. Amma belə baxıram ki, bundan hardası bir 4 dənəsini atmalıyam paltar yuyanda ki, belki təsir eləsin. Elə hamısını atmalıyam. 2 manat deyib deyəsən, hardası 2 manat civarında. Bunlar xoşuma gəldi. Baxın, belə silikon barmaqlardır. Əlim bu dəqiqə dəmirdən qaraldı. Yəni kartof soyanda, nə bilim göbələk təmizləyəndə o barmaqlar qaralır. Düzdür, əlcək taxmaq olar, amma əlcək həmişə rahat olmur. Baxın, bu barmaqları belə keçirirsiniz. Özdə nəfəs alan barmaqlarda, yəni belə deşiklər var. Belə. Bu da təxmini 10 yaxud 20 dənədir. Belə bir dənə kaşlıq, bunu hədiyyə olaraq almışam. Burası belə açılır. Mən belə sevmirəm çox belə açılan. Belə bir pul kisəsi. Burada nə olduğunu bilmirəm. Bunu sona saxlayaq. Bunları çoxdan istəyirdim. Asırsız rakyona ayağından. Əlin suyunu tez çəkir özünə. Belə sürtürsünüz. İkisini 3 manat neçəsə qəpiyə almışdım. Baxın, bu maraqlı bir şeydir, amma bunun da nəsə bilmirəm, keyfiyyəti nə dərəcə yaxşı olacaqsa. Baxın, belə bir şeydir. Bu toyuq pişirmək üçündür. Amma yox, yəni deyəsən pis deyil bunun keyfiyyəti. Biraz mənə hündürlüyü az gəlir bunun. Qız bura. Yəni bu üstünə toyuq keçirsə, yəni burada göstərilən kimi də, baxın. Görürsünüz, belə bir şeydir. Yəni toyuğu üstünə keçirirsiniz, toyuq hər tərəfindən pişir də. Toyuğun hər bir tərəfi qızarır. Görürsünüz, belə bir şeydir. Bu çanta da özümündür. Neyse, bunu göstərməyəcəm. Özümə aldığım şeyləri çox göstərmirəm. Bu da çantadır. Bu ama hədiyyə aldığımız çantadır. Bunların hamısı endirimdeydi biz alanda. Baxın, belə bir çantadır. Qulpu var. Cibi var. İçində də uzun qulpu var. Bu da ki əsas gözlədiyim sifarişlərdən biri. İnşallah ki salamat gəlib çıxır. Çox ümid edirəm buna. Bunu sizlərdən soruşmuşdum. Yadınıza gəlirsə. Sağ olsunlar, çoxu geri dönüş elədi mənə. Dedilər ki, bəs yaxşı bir şeydir, almağa dəyər. Mən də bunu Temudan sifariş verdim. Buradakı qiymətindən hardasa 2 manat ucuzuna başa gəldi mənə. Plastik şeyləri oradan sifariş vermək biraz təhlükəlidir. Yəni, sına biləriklər. Mən də ki, ən zəhləm gedən şeydir qızlar. Nəysə qaytarmaq, nəysə dəyişmək. Gözümün düşmənidir də, inansız. Əslində plastiki çox zəifdir, deyim sizə qızlar. Yəni bunu almaq istəsəz, bunu nəzərdə saxlayın.
Qızlar da məndən soruşmuşlar ki, yəni alsan deyərsən. Baxın belə. Bu mənə əsasən, yəni çox qızlar göyərti deyirlər. Mənə göyərti üçün lazım deyildi. Bu mənə kartof üçün lazım idi. Uşaqlar üçün kartofel fri və yaxud da kartof qızartması eləyəndə, baxın, onu tökürsünüz bunun içinə, suyunu qəşəng-qəşəng qurulursunuz, kartof olur qupquru. Yoxsa ki, mənim nə qədər salfetim israf olurdu kartofşkanı qurutmaq üçün. Yadımda deyil, burada nə idisə. Hə, bildim. Vay. Dəhşət deyə bu. Ona görə mən onlayn alış-verişi heç sevmirəm qızlar. Yəni əlimdən gələn qədər çalışıram ki, onlayn sifarişlər eləməyim. Nə qədər mən buradan rəylərinə baxsam da, eləsəm də, sonra ona baxın, o deyil. Bunu tapsam şəklini siz üçün qoyacağam. Nədirsə bu. Bunu bura necə keçirirlər, bilmirəm. Şurupu olmalıdır yəqin ki. Bilmirəm, bu bura necə keçirilirsə, bunu sonra həll eləyəcəm. Axırda, yəni mən bunu almışdım ki, yəni bunu, bu hissəsi orada da göstərilmiş ki, bura çaynik qoyursunuz. Burada da belə, yəni bildiniz də, çaşqaları asmaq üçündür, amma o deyil. Yəni material sıfır. Material yox, yəni ölçü olaraq çox xırdadır. Belə qoymaq niyyətim vardı. Bunu bura yenə də qoya bilərəm, amma yəni o deyil. Çox xırdadır, balacadır. Buraya düşünürəm ki, çaşqalar heç düz əməlli hamısı bura yerləşməyəcək. Amma ümumi deməli bəyəndiklərimdən bu normal gəlib çıxdı, yaxşıdır, pis deyil. Bunu bəyəndim. Sonra bunları bəyəndim. Bu ikisini. Yəni xoşuma gəlməyənlər, sifarişlərin arasında xoşuma gəlməyənlər, baxın, bu topları oldu, bu dəmir oldu. Bir də ki, bu oldu. Yəni gözlədiyim kimi də çıxmadı. Baxın belə. Ən ekstremalından mən bunun üçün sınaq tətbiq elədim. Çaydanı qoydum, üstündə qaynatdım. Baxın, nə günə qaldı. Əyildi. Buradan bilmirəm, görürsünüz, görmürsünüz. Amma əyildi. Düz gözləyirdim, amma bu qədər tez bir istifadəyə əyilməyini gözləmirdim. Baxın, mənim 100 illik dəmirlərim. Maşallah. Haradasa 2 il, 3 ilə yaxındır ki, mən onları istifadə edirəm. Düzdür, onların da artıq sroku keçib. Yenisini almaq lazımdır. Amma sədrəyə getməkdəki bir dərd. Ay. Ora bir gedən sevinir, bir də oradan gələn. Həmişə ora gedən deyirəm ki, yox, mən bura bir də gəlməyəcəm. Qiymətlər bahadır, eyni şeylər, düzdür, elə şeylər var ki, burada tapılmır, bu dəmirlər kimi. Yəni, ümid edirəm, nə vaxtsa ora gedib çıxaram və ya bu dəmirləri oradan mən axır ki, taparam. Və burada da, qızlar, baxın, kartoşka yudum, soydum, yudum, belə qurutdum. Yaxşı qurudur. Yəni, razıyam onu qurutmağından. Baxın, yəni, çox yaxşı. Yəni, adi süzgəcdən 1000 dəfə yaxşı qurudur. Bunu sizə 100% məsləhət görürəm. Amma yenə də biraz bu materialı mənim canımı çox sıxır. Bilmirəm, bu nə qədər dözümlü olacaq ya yox. Siz yenə də baxın, yəni, başqa variantını tapsaz daha möhkəm. Biraz pulunu çox verib ondan götürün. O pula düşünürəm ki, yəni normaldır. Funksiyasını tam belə layiqinə yerinə yetirir. Burada mən yemək pişirirəm. Ət qoymuşum, qızarsın. Bilmirəm, nə pişirim. Narsız beynim donub. Burada eyni şey hər gün. Evdədir ki, hamı bir şey yeməyəndə vəbşə zülümdür. Ət gözlürəm, qızarsın. Neysə, bunu yəqin çəkməyəcəm. Sırf prosta sizə bunu da göstərmək istədim. Bir də bu dəmri göstərmək istədim. Kartofları atdım duxovkaya. Bunu çox bəyəndim, qızlar. Özümü danlayıram ki, mən bunu niyə almamışam indiyə kimi. Çox gözəl bir şeydir, super bir şeydir, super. Çox qəşəng qurulamışdı kartofu. Yəni təsəvvür edin, kartof fri pişirmək istəyirsiniz də. Yəni məndə o qədər olub ki, nə qədər salfetka israf eləmişəm. Yursunuz, doğrayırsınız, sonra kraxmalın falan yursunuz, düzürsünüz salfetin üstünə. Və məndə o qədər salfet israf olunurdu. Amma bu olandan sonra inşallah düşünürəm ki, yəni super olacaq belə kartofel fri. Adi qızartmanın özündə də çox yağ sıçramasın deyə, baxın, ideal bir alətdir. Həm dediyim kimi belə adicə süzgəc kimi də işlədə bilərsiniz bunu. Bircə qaldı burada, baxın bunu sınamadım hələ. Yəni bunu yumuşam, qəşəngcənə. Qaldı bunu sınamaq, məndə evdə toyuq yoxdur. Yoldaşıma deyim, ilk fürsətdə bir dənə toyuq al gətir, bunu da belə otusturub bu üstünə, bunda da pişirək. Düşünürəm ki, bu da çox qəşəng bir şeydir.
toyuq grill kimi bişəcəkdi. Bir var həmişə mən kəsirdim ortadan, tabaka kimi bişirdim, amma bunun üstündə o mağazinlərdə satılan, restoranlarda satılan grill kimi bişəcək. Belə oturursunuz üstünə, toyuğun hər tərəfi ravnomerno qızaracaq. Məncə yaxşı bir şeydir. Bura mütləq duz tökəcəm. Baxın, bura duz tökəcəm ki, su, toyuğun suyu, yağı, bu dəmir qızacaq istər-istəməz. Ora düşəndə damcılamasın deyə bunun içinə duzla dolduranda düşünürəm ki, ideal bir şey olacaq. Həm də belə bunu qoyacam bura, belə bir listin içinə qoyub, baxın belə heyə də eləmək olar. Yəni istədiyiniz kimi. Düzdür, biraz baha gəldi. Materialına falana görə 5 manat nə qədərsə də qiyməti. Yəni orada fərqli qiymətlər oynayır da, bilirsiniz, gah qalxır, gah düşür. Amma yenə də yaxşı bir şeydir. Fikirləşirəm ki, belə çox funksional bir şeydir. Ət demək olar ki, qızarıb. İndi bura besinə istəyirəm. İstəyirəm bura soya sosu töküm. Soya sosuyla toyuğu bişirmişəm. Amma heç vaxt ət bişirməmişəm. Yəni ətə vurmamışam da, qızartma ətə. Görürsən, pis olacaq, yaxşı olacaq bilmirəm. Amma biraz əlavə edəcəm. Toyuqda çox qəşəng olur soya sosu. Amma ətdə bilmirəm. Əlavə edəcəm. Sonda da biberləri əlavə edəcəm ki, çox da belə ölməsin. Soya sosu məndə bu firmadır. Qalan budur. Elə bunu istəyirəm ki, hamısını töküm. Bu başlığı çıxardım, butulkanı atım. Ətri çox qəşəng çıxdı. Soya sosunu əlavə elədim. İstəyirəm bura küncüt də əlavə edeyim. Bu koreyski variant oldu. Onların yeməklərini oxşayır. Özüm də bilmirəm nədirsə. Aləm qatmışam bir-birinə. Zəmani uşaqları üçün ət yemək challenge kimi bir şeydir. Yəni onlara çətin gəlir ət yemək. Çeynəmək lazımdır, biraz çənəyə güc vermək lazımdır. Eyni də kənd toyuğu ilə. Kənd toyuğu alanda deyirlər rezinli toyuqdur, rezin kimidir. O öyrəşiblər, o qədər öyrəşiblər broiler yeməyə. Onu biraz çeynəmək lazımdır, çənəyə güc salmaq lazımdır. Ona görə də indiki uşaqların çənələri yaxşı inkişaf eləməyib. Hamısında baxsın ki, qabaq dişlər qabağa gəlir, alt çənə arxaya qaçıb. O qədər zəifdir ki, çənə əzəlləri. Ona görə də biz amma uşaq vaxtı sümüyünü didişdirərdim. O qədər xoşuma gəlirdi sümüyü gəmirmək. Mən həmişə ətin sümüylü hissələrini götürürdüm ki, ona xoşuma gəlirdi yemək sümüylü ət. İndikilər yox, indikilər ancaq elə qiymə falan, belə güclə elə kotlet ya yeyirlər, ya yemirlər, bir də ki broiler. Görək bundan nə çıxacaq. Aləmi qatdım bir-birinə. Özüm də bilmirəm ki, bu yeməyin adı nədir. Deməli, bunun içində ətdir. Sarımsaq, soğan, pomidor rəndelənmiş. İndi soya sosu qatdım. Axırda da bibər əlavə edəcəm. Görün nə çıxır. Kartoflar da qızarsın. Kartofunu bir yerdə istəyirəm ki, servis edeyim. Görün nə çıxır. Belə tez-tezsə göstərim ortaya nə çıxdısa. Baxın, belə özümü çəkdim. Üstünə indi biraz göyərti səpəcəm. Göyədə indi. Vaxtım yoxdur, tələsirəm. Uşağı gedib məktəbdən götürməliyəm. Neysə, baxın, belə bir şey yaxşıdır, dadı məsləhətli bir şeydir. Adım bilməm nədirsə, hər nədirsə. İnşallah gələn dəfə bibəri qatmadan, biber qatacağım, amma biraz xırda doğrayacağım, bilinməsin deyə. Bir də bura kök əlavə eləyib, eyni bu üsulla, soya sosuna falan, sonra üstünə düyü əlavə eləyib, özbək plov fason bir şey eləyəcəm inşallah. Yaxşı, düşünürəm ki, düyü ilə də çox qəşəng gedər. Bu da mənim Temudan aldığım yarpaq. Yudum. Düzdür, yuyan vaxtı burası açıldı. Neysə, bunu görüm. Nə vaxt həvəs olsa mənə tikməyə. Ən sevmədiyim işlərdən biridir. Daha doğrusu tikə bilmərəm, çünki mənim barmaqlarım keyir iynə tutanda. Fikirləşirəm ki, burada çox yaxşı görsənir. Yaşıl rəng. Mən ümumiyyətlə uşaqlıqdan yaşıl rəngi çox sevirəm. Amma son zamanlar daha da çox sevməyə başlamışam yaşıl rəngi. Hələ ki ağ fonda. Burada rəngi düz biraz belə başqa cür düşür, bilmirəm işıqdan deyə nədirsə. Fikirləşirəm ki, çox yaxşı görsənir. O birisini də ki, hələ ki bura asmışam. Bilmirəm, bunu da götürərəm yəqin burada. Hələlik burada asmışam, qalsın. Bu güllər də ki, bunları Temudan sifariş vermişdim. Quru güllər, axırda buna nə deyirlərsə, qamış formasında. Çox pisliyə qızlar. Buna baxın, bütün necə axır, hamısı tökülür. Məndə lak da yoxdur ki, saç lakı. Biraz bunu vurardım, belə üstünə fiksasiya falan eləyərdim. Bir dənə bundan ötürü gəlib saç lakı almaq istəmirəm. Başqa bilmirəm, bu nə ilə belə üstünə vurmaq olar ki, tökülməsin. Belə görüntüsü pis deyil. Düzdür, son zamanlar biraz çox yorulmuşam bu şeylərdən. Dekor falan. İstəyirəm ki, hər bir şey yığışdırım, biraz gözüm dincəlsin. Təzə-təzə bu evə köçəndə
Bura mənə çox ağ gəlirdi. Məni kimi, yəni sadəliyi sevən insan təsəvvür edin, hətta gözüm yorulmuşdu. Nəsə belə rəng axtar. İstəyirdim ki, rəngli bir şey olsun. Mən əvvəlki videolarımda sizə demişdim ki, əslində mən dekor, yəni 50-50-yə həm sevirəm, həm sevmirəm. Yəni bir müddət olur məndə ki, bir müddət xoşduram dekoru, amma bir müddət sonra da yoruluram. Yığışdırıram onu, sonra nə vaxtsa yenə xoşuma gələndə istəyəndə yenə də götürürəm. Bunu uşaqlar yapışdırır. Daha doğrusu öz uşaqlarını idi, özüm qoymuşam burada. Nəsə belə zametka falan lazım oldu. Burada buna yapışdırmağa göz qabağında olsun. Axırda bilmirəm, yəni bu dekorlarla falanla mən nə edəcəm? Aralar fikirləşirəm. Görüm nə çıxardıram ortalığa. Bunu da baxın, hələ ki bura qoymuşam. Xanımlar, mən burada uşaqların stəkanlarıdır. Yəni biz öz stəkanlarımızı yuxarı qoyuruq. İndi göstərəcəm sizə. Adətən mən əvvəl stəkanların hamısını bura asırdım. Sadəcə bura uşaqlar üçün həm çox yuxarıdadır, həm də ki indiki aldığım stəkanlar çox gömbuldur, onların hamısı bura yerləşmir. Ona görə də fikirləşirdim ki, burada yəni mən düşünmüşdüm ki, bu biraz belə yekə olar, böyük olar. Bütün hamının stəkanını bura qoyarıq. Burada mən çayniki qoyaram. Hətta hərdən qoyuram da. Əslində baxın, belə çayniki qoya bilərəm bura. Sadəcə bilmirəm qızlar, bu stolun üstü mənə çox hərəkətli gəlir, çox gözüm, yəni dediyim kimi son zamanlar çox gözüm yorulur mənim belə artıq nələrsə olanda. Bilmirəm bunu hələ ki mən saxlayayım, saxlamayım, qalmışam belə fikir içindəyəm. Bu termosda da ki, əvvəllər termopot var idi, termopot da ki hələ ki düzəldəcək deyə qalıb, yəni hələ ustaya aparılmayıb, heç nə bilim onun dalınca gedən də olmayıb, unudulub gedib sanki öyrəşmişik çaydana, amma ki uşaqlar üçün termopot daha rahatdır. Ona görə mən onlar üçün bunun içində isti su saxlayıram termosda. Yəni lazım onda özləri süzüb özlərini çay içsinlər deyə. Yəni mənim əlimdə iş olanda. Ona görə də baxın belə əşyalar falan çoxalır. Mən pomidorları da bayırda saxlayıram. Soyuducu qoyanda çox dadsız olur pomidor. Mətbəx balacadır qızlar. Yəni balaca deyəndə mənə görə mən istərdim ki, dolablar daha çox olsun. Yəni artıq nələrsə mən yığardım ümumiyyətlə dolabın içinə. Bayırda heç saxlamazdım. Amma indi olan budur. Elə edirəm ki, yəni lazımlı şeylər əlimin altında olsun da. Misal üçün bu mikseri mən burada saxlamaq istəməzdim əslində. Sadəcə bu çox ağırdır. 10 kiloya yaxındır bunun çəkisi. Mən bunu dəfələrlə sınamışam, şkafın içinə falan qoymuşam. Amma ki lazım olanda bunu çıxartmaq, tərpətmək çox çətindir. Ona görə də artıq çarəsiz bunu bura qoyuram. Əslində istəməzdim burada olsun. Həm tozlanır, həm də ki bura başqa bir şey qoyardım. Amma ki hələ ki yəni çarəm yoxdur. Çünki məndə dolablarda elə də yeri yoxdur. Bu ədviyyat qablarını da burada saxlamaq istəməzdim. Bunları da götürərdim. Məndən olsa hər şeyi dolabların içinə yığardım. Həm də əlimin altında olmaları lazım olan ədviyyatlardır. Bunların içində nə bilim şəkər tozudur, burada paprikadır falan filan. Axırda burada da çaydır. Yəni bu da əlin altında olmalı şeylərdir. Sadəcə son zamanlar istəyirəm ki, buralar biraz boşalsın. Gözüm biraz dincəlsin. O vaxtı mən çox sevərək almışdım. Düzdür, biraz baha başa gəlmişdi. Hətta qiyməti qalıb burada görürsünüz 5.85. Bu əslində qazanaltı gedir. Yəni satışda elə yazılmış ki, bu qazanaltıdır. Ümumiyyətlə bu tip rəngləri, kənd stilində rəngləri, əşyaları, qabları həmişə sevmişəm. Sadəcə bu aralar biraz gözüm yorulub. Bunu da ki, həm də ki, biraz belə simvolik olaraq almışdım. Yəni dəstək olaraq, Fələstinə dəstək olaraq. Qarpız bilirsiniz ki, onların bayrağının simvolu kimi gedir. Həm ona görə almışdım, videolarında olsun, həm də düzü rəngi xoşuma gəlmişdi. Ona görə mən bunu qıymıram qazanların altına, sadəcə dekor olaraq işlədirəm. Burada əslində belə bir şey də düzəltmək olar. Bunu götürdüm, qızlar baxın. Bunu buradan hələ götürdüm. Bunun bu hissəsini özüm açmışdım. Bura bunun özüm belə qoyurdum. Çünki bunun salfet qabısı, baxın burası çox aşağıda idi. Bura qoyanda hətta baxın bu da aşağıdadır. Salfetlər belə əyilir. Ona görə də mən bunu almışdım. Düşündüm ki, bunu belə qoyuram, heç bilinməz. Bunun öz duz qabısı, burada özünün qabı var falan. O biri kanalda, birinci kanalda mən bunu alanda paylaşmışdım. İndi bu bilirsiniz də özü necə olursa. Neyse bunu hələ ki götürdüm. Bu toyuqları bura qoydum. Bu qazan altında bura qoydum. Bunu götürəcəm. Artıq burada çox şey olur. Bunu da elə belə şeyləmişəm. Bunu da götürəcəm. Bu da əvvəl bir ara dekor kimi işlətmişdim. İndi yığışdıracağım hələ ki bunları. Bunu da götürürəm buradan. Burada da qalmışam belə ki, bura çaynik burada saxlayayım. Yoxsa burada elə bu gül qalsın. Aslında belə də eləmək olar, belə də saxlamaq olar. Çünki gül olmayanda bura lap da belə rəngsiz görsənir. Düzdür, çaşqalançı güllüdür. Yəni baxın, görün necə xırdadır. Bu mən istirdim ki, mən düşünürdüm ki, bu biraz böyük olar.
Çünki bunun tək çaşqalar üçün olan variantları mən bizdə mağazinlərdə görmüşdüm. Onlar çox böyük idi. Yəni onun üstünə hardasa 6 dənə çaşqa yerləşdirmək olar. Amma bura bunu birisi necə qoymaq olar? Bu gərək belə ortada bir yerdə dayansın ki, buna hər tərəfdən bunun üstünə siz çaşqa falan belə asa biləsiniz hər tərəfindən. Misal üçün bunu da artıq belə qoysam çox belə sıxlıq olur, çox elə bir darısqallıq yaranır. Qorxuram ki, uşaqlar sındırarlar nəyisə götürəndə. Ona görə bunu hələ ki onlar üçün saxlayıram. Onların stəkanları qalacaq. Bu stəkanları onlar üçün bayrama almışdıq biz Ramazan bayramında. Amma elə məsləhət görmürəm. Uşaqlar üçün yaxşıdır, amma belə nazik stəkan sevənlər üçün mənim kimi bunun şüşəsi çox qalındır. O qədər qalındır ki, bunun ağzı dəhşətdir. Yəni bu hələ ki uşaqlar üçün burada belə saxlayıram bunu. Belə qalsın. Fikirləşirəm ki, qoy elə bu gül də burada qalsın. Əyri-üyrü çəkirəm. Elə pis çəkirəm son zamanlar. Telefonun nastroykasına bilmirəm nə olubsa, gah yaxşı çəkir, gah pis çəkir. Bu salfetdə əslində burada istəyirəm qalsın. Tam da salfetləri götürmək istəmirəm. İstəyirəm belə qalsın burada. Heç rəngi ağ olduğu üçün düşünürəm ki, elə də pis görsənmir. Bu pomidorları bilmirəm nə edeyim. Yerim yoxdur qızlar. Bilmirəm hara qoyum. Burada qoymaq olmur. Dəzgahın üstündə də yer yoxdur, amma pəncərəyə də qoymaq olmur. Qışda radiatorun istisi, yayda da ki günəşin istisi. Balkondakı çox uzaqdır. Hər dəfə buradan get balkona, oradan nəsə götür. Ona görə də qalmışam belə. Soyuducuya gərək qoyum, çarəm yoxdur. Soyuducu da çox dadsız olur qızlar. Mən neçə dəfə sınamışam. Soyuducuya pomidor qoydun, o pomidorun dadı olur su. Yəni heç bir dad qalmır pomidorda. Amma belə baxıram ki, məndə başqa çarə yoxdur. Çünki çox gözüm yorulur. Bura bax. Gör nə yaxşı görsənir. Bəlkə də mənim gözümü yoran budur. Belə daha yaxşı görsənir məncə. Bu meyvələr də bugün sabah bu yəni qış meyvələrdir. Artıq baxıram ki, elə də çox yeyilmir. Yəni neçə vaxt bura almışam. İnanırsız əllərini də vurmurlar. Gərək soyub hazır qoyasın qabaqlarına ki, uşaqlar yesin. Bura yəqin belə qalar hələ ki, məncə belə yaxşıdır. Pomidorları köçürtdüm soyuducuya, amma sizə məsləhət görürüm ki, qızlar, kimdə ki yer var mətbəxdə, sınayın, pomidorları soyuducuya qoymayın. Xarab falan heç bir şey olmur. Hətta bir həftəyə kimi də çox gözəl qalır. Əlbəttə, yəni normal qoysaz, çox da belə bir-birinin üstündə bir-birini əzəcək formada qoymasaz, inanın mənə bir həftəyə kimi qalır. Heç bir şey də olmur pomidora. Hətta dadı da çox qəşəng qalır, amma soyuducuya girdi ki, bərbadır. Yəni pomidorun dadı o olmur artıq. Sarımsağı da son zamanlar soyuducuda saxlayıram. Düzdür, bəziləri deyir ki, olmaz, bütün vitamin zadı qaçır, amma bayırda saxlayanda qızlar sarımsaq tez boşalır. Bilmirəm nədənsə, yəni bu məndə neçə dəfə olub ki, mən bunu ta ki soğanın yanında saxlayıram balkonda. Lazım onda əlimi atıram, görürəm ki, sarımsağın içi olub bomboş. Ona görə çarəsiz burada saxlayıram.